Bildiyiniz kimi səfər ayı artıq daxil olub, səfər ayını yaşayırıq. Səfər ayı çox ağır aylardandır. Bu ayda sədəqə verilməsi tövsiyə olunur. Baxın, bu ayda bir çox hadisələr baş verib. İstəyirəm o hadisələrdən birinə toxunum. İmam Hüseyn əleyhissalamı və əshabını şəhid edəndən sonra Yezidin əmri ilə İmam Hüseyn əleyhissalamın yaxınları əsir alındı. Onlara çoxlu zülmlər olundu. Onları kəcavəsiz dəvələrə mindirərək şəhər bə şəhər, mənzil və mənzil gəzdirdilər. Gətirib çıxartdılar Şama. Səfər ayının əvvəlindən Şama daxil oldular. Baxın, Əhl-i Beytə ən çox zülm olunan yer Şam şəhəri oldu. Çox müsibətli bir günlər oldular üçün. Hətta İmam Səccad əleyhissalamdan soruşurlar ki, ağa, Kərbəla səfərində sizə ən ağır müsibətli yer harda oldu? İmam buyurdu, Əş-Şam, Əş-Şam, Əş-Şam. Şamda. Çünki Şamda imama çoxlu şəmmadətlər olundu, zülm olundu, incidirdilər imamı.